Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün bir mövzuya toxunmaq istərdim. Bir abunəçimiz yazmışdı ki, bizim toyuqların, bizim deyəndə yəni bir toyuğunun yumurtasının içindən qan çıxır. Bu yəni bunun necə qarşısını almaq olar? O haqqda danışıb məlumat vermək istərdim. Əziz izləyicilər, həmişə dediyim kimi kanalımıza abunə deyilsə abunə olun, videolarımıza da like qoyun. Və əziz izləyicilər, indi keçək mövzumuza. Deməli, bu toyuqda olur. Yəni, indi bəlkə bir çoxunuzun da başına gəlibdir. Yumurtanı qırırsan, içindən qan çıxır. Bu nədəndir? Bu toyuğun orqanizmasında nəsə bir, belə deyək də, xəstəlik var. Bu yumurtaya verir də, yəni yumurtanın içində qan çıxır. O içində nəsə belə deyək, o yumurtalıq mayasında zətdə xəstəlik olanda onda yumurtalığında belə deyək, onda bu yumurtasında qan çıxır. Və əziz izləyicilər, bunu belə deyərdim də, necə müalicə etmək olar? Əziz izləyicilər, əgər sizdə belə deyim, toyuq azdırsa, 3 dənə, 5 dənə, 10 dənə elə istəmsiz müalicə etmək, o toyuğu tapmaq lazımdır. Hansı toyuq o yumurtanı yumurtayır. Yəni, o toyuğu tapırsınız, misal üçün, onu da tapmaq, məsələn, 10 dənə toyuqdursa, o yumurta hasınındırsa, indi onu nə bilim necə tapmaq olar. Necə deyəndə, yəni məndə bir də belə şey başıma gəlmişdi. Mən toyuğu belə deyim, güddüm toyuqları, yumurtladıqca yumurtalarını qırdım və hansı toyuğun yumurtasına o qan çıxdı, onu mən götürdüm, ləğv elədim. Çünki belə deyək də, indi kət yerində də toyuq saxlayırlar, yumurtasını satırlar, kiməsə qanlı yumurta verdim, bir dəfə aldı, elə şey çıxandan sonra tabi də sizdən almayacaqdır. Ona görə toyuğu bax mən elə tapdım. İndi sual yarana bilər ki, misal bizdə məsəl üçün 50-dən, 60-dan, 70-dən toyuqdur, onu bir-bir nətər güdək və yaxud o toyuğu belə deyək də hamısını bir-bir ayrı setkiyə necə salaq ki, yumurtalarını bir-bir qıraq, baxaq. Bax bu biraz müşkül məsələdir. Yəni bunu tapmaq üçün, o toyuğu ləğv eləmək üçün biraz müşkül məsələdir. Yəni müşkül necə, biraz əziyyət çəkmək lazımdır. Yəni o qanlı yumurtanı tapmaq üçün axtarmaq lazımdır. Yəni toyuqlar yumurtladıqca, hər toyuq gedib yatıb yumurtladıqca onun yumurtasını qırırsınız və içinə baxırsınız. Təbii ki, indi o sağlam olan yumurtaları qırandan sonra özünüz işlədə bilərsiniz də. Hansında içindən qan çıxdığını biləcəksiniz ki, o toyuqdur və o toyuğu kəsdiniz, ləğv edirsiniz. Yoxsa kiməsə yumurta satanda yumurtanın içinə elə qan çıxsa, belə deyək də, çoxları almayacaqdır, yəni belə diysinəcəkdir. Ona görə belə eləyirsiniz. Yəni ən tez üsulda, çünki indi gedib antibiotiklər, vitaminlər, nə bilim digər dərmanlar, oksitetraskilin zat alıb sularına qatıb verə bilərsiniz. Ancaq siz əgər yumurta işinə belə baxırsınızsa, çox adam deyir, yumurtanın satı da 50-dən, 60-dən, biraz əziyyət çəkib onu, o qanlı, belə deyim, qanlı hansı ki, qanlı yumurta yumurtayır, onu tapıb, kəsib və belə deyim, qalanı bilirsiniz ki, sağlamdır da, yəni problem yoxdur, onu sata bilərsiniz ürəklə. Yoxsa belə, misal üçün, dərmanlar alacaqsınız, nə bilim, vitaminlər, antibiotiklər, oksitetraskilin, triminazı sularına qatacaqsınız. Bu da o içindəki o xəstəliyi, qan olanı sağaldacaqdır, sağaltmayacaqdır və vaxt itkisi olacaqdır. Ona görə ən yaxşısı elə məhz o toyuğu tapıb, yəni ləğv eləməkdir də, yəni belə deyərdim, kəsməkdir. Yoxsa, bayaq dediyim kimi, çoxunuz elə yumurta satırsınız, o da kiminsə qarşısına gedib çıxdı, deyilsinəcəkdir və sizdən yenidən yumurta almayacaqdır. Bax, ona görə yəni bunun üsulu budur. O qanlı yumurtlayan toyuğu tapmaq, yəni güdmək və yaxud məsələn 10 dənə toyuqdursa, hansında yumurta varsa onları bir setkiyə salıb ayrı-ayrı və o yumurtladıqca o yumurtanı qırasınız. Onun içindən qan çıxsa deməli toyuq belə deyim də həmən
problemli, xəstə olan toyuq odur. Yəni toyuqlar məsəl üçün bu gün 3-ü, 4-ü yumurtlayacaqsa, onları ayrı-ayrı bir balaca setkalar olur da, ya yeşiklərin içinə zada salırsınız. Onlar yumurtlayanda və onları bir-bir qırırsınız. Və hasının içindən qan çıxdı, onu ləğv edirsiniz. Bilirsiniz ki, həmən şeydir da, necə deyim, o xəstə, o cücə toyuqdur. Onu ləğv edirsiniz və o birisi toyuqlar da sağlamdır. Ancaq indi misal üçün bayaq dediyim kimi, çox toyuğu olana biraz çətin olacaqdır. Ancaq vaxt itkisi olsa da, yəni belə deyək də, biraz vaxt sərf eləyib, yəni güdüf toyuğu, hansı toyuqlar yumurtladısa bir-bir onları belə deyək qırıb baxsam, yəni onu mütləq tapacaqdır və həmən toyuğu ləğv eləyəcəkdir. Yəni ən yaxşı üsulu budur. Yoxsa belə deyək də gedib dərmanlar alacaqsınız, antibiotiklər, nə bilim vitaminlər, sonra super çikton nə idi? Oksitetraskilin adı yadımdan çıxdı. Oksitetraskilin, nə bilim belə deyək də, trimerazin, bravospitozat alıb sularına zada qatıb verəcəksiniz. O da bilinmir, sağaldacaq, sağaltmayacaqdır. Plus da vaxt itkisi olacaqdır. Nə qədər siz bir-bir gəlib, məsəl üçün bu gün belə deyim, 50-dən 60 dəqiqə yumurta götürsə, siz nə biləcəksiniz hansı qanlıdır, onları gəlib bir-bir yoxlayacaq, onu satdınızsa müştəriniz itəcəkdir. Belə çox vaxt itkisi gedir. Ancaq bir dəfə toyuğu yoxlama demək, yəni hansı toyuq yox, o qanlı yumurtanı yumurtlayır, yəni yumurtaları belə deyim yığmaq və yəni yumurtadısa götürüb qırıb baxmaq ki, hansının içindən qan çıxır. Yoxsa belə vitaminlər, dərmanlar zat verəcəksiniz, eləyəcəksiniz. Bu sağala da bilər, sağalmaya da bilər. Nə qədər də vaxt itkisi gedəcəkdir. Yəni yumurtanı tapmaq üçün, o toyuğu sağaltmaq üçün filan beşməkan, ona görə ən yaxşısı odur. Yoxsa vaxt itkisi, yəni dərmanları verəcəksiniz, xeyli vaxt gedəcəkdir. Belə deyək də, yəni o da sağalmaya. Ancaq ən yaxşısı budur, toyuğu tapıb ləğv eləmək. Yəni çox vaxtınız getməsin onu sağaltmağa, nə bilim eləməyə. Düzdür, istəyirsəz məsəl üçün has toyuq oyunu yumurtlayırsa, onu ayrı yerə salıb qabağına vitaminlər, digər dərmanlar zad eləyib belə sağalda bilərsiniz. Ancaq sırf elə hamısına belə verim, eləyim, bu vaxt itkisidir. Ona görə elə toyuğu tapıb ləğv eləsəz daha da yaxşıdır. Belə, bugün də istədim bir balaca bu haqda danışam, video paylaşam. Hər kəsə təşəkkürlər. Dağ çəkilişlərimiz, kənd yerimiz hələ davam eləyir. Videolar paylaşıram, sadəcə vaxt olmur. İnşallah gözəl faydalı videolar gəlir kanalımızda. Sizdən də xahişim odur ki, kanalımıza abunə olun. Videolarımıza da like qoyun ki, inkişaf eləsin. Artıq dərəcədə sizdən xahiş edirəm. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşərik.